Salam, hər vaxtınız xeyir olsun. Gündəlik veriliş efirdədir və siz BC FM-i dinləyirsiniz. Biz bugün 26 fevral tarixində Xocalı faciəsi haqqında danışacağıq və bu faciənin tarixini bizə tarixçi Milli Azərbaycan Tarix Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov danışacaq. Salam Şəfa bəy. Salam. Təşəkkür edirəm ki, bizə vaxt ayırdınız və studiyamıza gəldiniz. Bəzən biz qeyd edirik Xocalı faciəsi deyirik, bəzən deyirik Xocalı qətliamı, bəzən deyirik Xocalı soyqırımı. Ümumi məğzi aydındır ki, bu bir dəhşətli bir hadisədir və Azərbaycan tarixinin ən dəhşətli hadisələrindən biridir. Amma bir tarixçi kimi qiymətləndirərkən mən istərdim ki, bu üç məqamın fərqini bizə izah eləyəsiniz və Azərbaycan tarixində Xocalı faciəsinin bir yerini izah edəsiniz bizə. Təşəkkür edirəm. İlk öncə oradan başlayaq ki, fevralın 25-dən 26-sına keçən gecə 1992-ci ildə baş vermiş bu hadisə və yaxud da qırğın tarixşünaslıqda və ya elmi ədəbiyyatlarda Xocalı faciəsi, yaxud da hüquqi ədəbiyyatda Xocalı soyqırımı və Xocalı qətliamı kimi adlandırılır. Təbii ki, bunlar sözlər müxtəlif sözlər olsa da mənaca eynidirlər, amma bunların özlərində də bir hüquqi çalarlar vardır. Faciə dedikdə biz bunu bütövlükdə bir xalqa qarşı, bir cəmiyyətə qarşı baş vermiş bir kədərli və necə deyərlər, hüzünlü bir hadisə kimi qiymətləndiririk. Qətliam dedikdə isə biz burada daha çox bir xalq tərəfindən yaxud da bir qurum tərəfindən digər bir dinc insanlara qarşı həyata keçirilmiş qırğın silahlarından istifadə edərək müəyyən qətillərin törədilməsidir. Soyqırım da ifadəsi isə biraz fərqli olaraq hansısa bir ərazidə yaşayan xalqın, kütlənin və ya icmanın tamamilə məhv edilməsinə anlayışına gəlir. Və bütövlükdə götürdükdə Xocalıda baş vermiş həmin hadisə bunların hər üçünə uyğun gəlir. Yəni Xocalı həm faciədir, həm soyqırımdır. Çünki bir şəhərin əhalisinin kökünün kəsilməsi üçün atılmış addımdır. Həm də bütövlükdə götürdükdə bu bir qətliamdır. Çünki bu qətliamı həyata keçirənlər hərbi cinayətkarlardırlar və onların əsas məqsədi, yəni dinc insanlara qarşı hərbiçinin həyata keçirdiyi bir silahlı prosesdir. Hansı ki, o beynəlxalq hüquqda da və konvensiyalarda da göstərilir ki, hərbiçilər dinc insanlara qarşı heç vaxt silahdan atəş açmamalıdırlar və yaxud da onları bu kütləvi qırğınlara məruz qoymamalıdırlar. Və bu hadisənin də baş vermə səbəbləri də məhz o dövrdəki mövcud ictimai-siyasi məsələlərlə bağlı idi və buna görə də bu hadisələr özünün hüquqi və siyasi qiymətini ala bilmədi və yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra bununla bağlı xüsusi bir komissiyanın yaradılması və Xocalı faciəsi ilə bağlı işlərin görülməsinə başlanıldı ki, keçirilmiş bütün diplomatik görüşlərdə məhz bu hadisəyi daha çox qabardılırdı və bu da özünün siyasi hüquqi qiymətini almağa başladı. Əlavə etmək olar ki, Xocalı faciəsinə qədər də Azərbaycan ərazisində ermənilərin çox böyük bir kütləvi qırğınları olubdur. Biz bunu tarixi konseptdən yanaşsaq 1905-1906-cı illərdə Azərbaycanın müxtəlif qəza mərkəzlərində, şəhərlərində və kəndlərində erməni quldur birləşmələri yerli əhalini necə deyərlər, silahsız görərək onları qətillərə, terrora məruz qoyublar və 1918-ci ilin mart ayından başlayaraq da yenə də Azərbaycanın müxtəlif qəza mərkəzlərində və şəhər kəndlərində ermənilərin kütləvi qırğınları, kütləvi soyqırımları həyata keçirilibdir və əlavə etmək olar ki, Azərbaycan Sovet dövründə, xüsusilə 80-ci illərdən başlayaraq ermənilərin Azərbaycanlara qarşı müxtəlif terror aktları vardı və bu terror aktları daha çox Ermənistan SSR-də yaşayan Azərbaycanlıların deportasiyası ilə əlaqələndirilirdi ki, onlar əhalini qorxuzaraq, onlarda xüsusi bir fobiya yaradaraq Ermənistanı tərk etməyə məcbur edirdilər. Amma belə deyək ki, artıq SSR parçalandıqdan sonra Ermənistan və Azərbaycan müstəqil dövlətlərə ayrıldılar və bu zaman Ermənistanda hakimiyyətdə olan milli qüvvələr Sovetlərin vaxtı ilə onların arasında olmuş silahlarından istifadə edərək əvvəlcə Ermənistandakı Azərbaycanlıların tamamilə oradan çıxarılmasına nail oldular. Sonra isə onlar Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağ Muxtar vilayətindəki erməni separatçılarını silahlandırdılar və hətta bəzən onlar özləri də ora məxfi şəkildə öz hərbiçilərini gətirirdilər və bu da əsas məqsəd Dağlıq Qarabağ ərazisində
erməni silahlı dəstələrini yaratmaq və dinc azərbaycanlılara qarşı kütləvi qırğınları həyata keçirmək idi. Əsas məqsəd burada rabitənin kəsilməsi idi və onlar buna nail oldular. İlk öncə olaraq oradan başlamaq lazımdır ki, artıq 1992-ci ilin yanvar 28-də Şuşanın Malıbəyli, Qutçular və digər kəndlərində erməni hərbi birləşmələri kəndlərə daxil olaraq orada dinc insanları qətlə yetirdilər. Və 1992-ci ilin fevral ayından başlayaraq artıq ermənilər gələcəkdə burada özlərinin hərbi planlarını həyata keçməkdən ötürü strateji yolları hədəf götürmüşdülər və bu dövrdə Xocalıdakı aeroportun da ələ keçirilməsi mühüm əhəmiyyətə malik idi. Və fevralın 1-dən başlayaraq artıq Xocalının da mərkəzlə, yəni Bakı ilə əlaqəsi kəsilmişdi, heç bir rabitə əlaqəsi yox idi və Xocalıya xüsusi olaraq vertolyotlarla humanitar yardımların gəlməsini də qarşısına almışdılar və bildik ki, belə vertolyotlardan biri artıq Şuşa səması üzərində vurulmuşdu və 1992-ci ilin, yəni həmin ilin fevral ayının 17-sində artıq Xocavənd rayonunun Qaradağlı kəndinə girmiş erməni quldur birləşmələri kənd əhalisinə divan tutdular və orada özlərinin ilkin necə deyirlər, qırğınlarını, faciəni həyata keçirdilər. Bu barədə düzdür, rəsmi Bakıda məlumat olsa da, onlar bu hadisəyə o qədər də reaksiya verə bilmədilər. Çünki bu dövrdə artıq Bakıda siyasi hakimiyyət mübarizənin içərisində idi, ölkədə bir qarşılıqlıq vardı, milli ordunun tam formalaşmaması bu məsələlərə təsir edirdi. O dövrdə Azərbaycanda müdafiə işlərini daha çox yerli milis dəstələri, yəni Azərbaycan SSR Daxili Nazirliyinin milis dəstələri həyata keçirirdi və eyni zamanda yerli könüllü özünü müdafiə dəstələri vardı ki, onların da silahları demək olar ki, köhnə tipli silahlar idilər və tam silahlanmamışlar, amma qarşı tərəf isə xüsusi olaraq silahlanmışdı. Bunun da səbəbi o idi ki, Ermənistan SSR ərazisində, hələ Sovetlər dönəmində burada SSR-dən qalmış hərbi əmlak vardı və bu dövrdə artıq Ermənistan ərazisində Müstəqil Dövlətlər Birliyinə məxsus hərbi birləşmələr və eyni zamanda Rusiyanın 366-cı motatıcı alay vardı və alayın da tərkibində çalışan ermənilər məhz özlərinin müdafiə adı ilə bu alayın məhz silahlarından istifadə edərək yerli Azərbaycanlılara qarşı terroru həyata keçirdilər və getdikcə Xocalı mühasirəyə alınmışdı və Xocalının müdafiəçiləri nəyin bahasına olursa olsun şəhəri təslim etmək istəmirdilər. Çünki Xocalının işğal edilməsi digər rayonların işğalına yol açacaqdı. Bunun da əsas səbəbi onun strateji yerdə yerləşməsi idi. Digər tərəfdən də Xocalındakı aeroportun olması Ermənistandan Xocalıya hərbi yüklərin və hərbi qüvvələrin gətirməsinə səbəb olardı ki, gələcəkdə hərbi əməliyyatlar üçün böyük bir dəstək olardı separatçılara. O dövrdə Xocalıda özünün müdafiə dəstələri ilə yanaşı milis dəstələri də çox böyük iştirak elədilər. Biz bunlara Əlif Hacıyevi, Adil Quliyevi və digərlərini göstərə bilərik ki, onlar qəhrəmancasına Xocalını qorudular və şəhid oldular. Və buna baxmayaraq ermənilər özləri iddia etdilər ki, biz Xocalı dinc sakinlərin şəhərdən çıxması üçün bir yaşıl dəhlizdə bir iş açmışıq və oradan gedə bilərlər. Lakin bu belə olmadı və burada demək şəhər mühasirəyə alınmışdı. Əhali özü artıq fevralın 25-dən Qarqa çayı istiqamətdə, Əsgəran rayonu istiqamətdə tərk etməyə başlayırdılar və fevralın 25-i artıq soyuq və qarlı bir qışda, qışlı havada ermənilər gecəykən Rusiyanın 366-cı motatıcı alay və MDB-nin qoşunlarının, yəni Ermənistan arasında olan bu hərbiçilərdən birləşərək məhz bu qətliamı həyata keçirdilər. Demək olar ki, onlar üç tərəfdən mühasirəyə aldıqları şəhərin bir istiqaməti boş idi və oradan gedən əhalini üzü çaya doğru qarşısını kəsdilər və bu qırğını həyata keçirdilər. Və qırğından demək olar ki, sağ qaçanlar özlərini Ağdama çatdıra bildilər və onlar şəhərə gələrək 26 tezdən məlumat verdilər ki, artıq Xocalıda kütləvi qırğınlar həyata keçirilibdir və hadisənin statistikası barədə məlumatımız var ki, 613 nəfər dinc insan həyatını itiribdir, 1000-dən çox insan deməli əsir götürülübdür ki, bu da hadisənin necə deyərlik, necə də böyük bir faciə və soyqırım olduğunu göstərir və hətta nəzərə alsaq ki, o dövrdə bu hadisələr daha da böyük bir faciəyə səbəb ola bilərdi. Lakin
Xocalı faciəsinin baş verməsi qısa müddət ərzində rəsmi Bakıya çatdı. Və bu da ölkədə o dövrdə hakimiyyətdə olan qüvvələrin demək olar ki, xalq tərəfindən onlara olan etibarı və inamı azaltdı və ölkədə hakimiyyətin dəyişikliyinə səbəb oldu və hakimiyyətin dəyişilməsi yerli özünü müdafiə dəstələrinə çox böyük təsir göstərdi ki, gələcəkdə digər faciələrimizə yol açdı. Mən belə bir sual verəcəm sizə. Bax, siz dediniz ki, Bakıya çatdırıldı. Amma ictimaiyyət təxmin edirəm ki, yəni mən onda çox balaca idim və bu hadisələri müşahidə etmək kimi bir şansım yox idi. Amma siz tarixçi kimi əminəm ki, araşdırmısınız. Kadrlar üzərindən, lentə alınmış kadrlar üzərindən oldumu? Yəni ictimaiyyət bu barədə necə məlumatlandı? Yerli, xarici jurnalistlərin, ələlxüsus da milli qəhrəman Çingiz Mustafayevin lentə aldığı kadrların hadisənin işıqlandırılmasında, istər Azərbaycan daxilində, istərsə də sərhədlərimizdən kənarda işıqlandırılmasında hansı rol oldu? Və istərdim ki, bir qədər tarixi belə qiymətləndirmə edəsiniz. Çünki əlbəttə ki, siyasi qiymətləndirmə və yaxud da ki, hər hansı bir kütləvi informasiya vasitələrinin nümayəndəsi kimi qiymətləndirmə bu başqa bir mövqedir. Amma tarixi qiymətləndirmə mənim üçün çox vacibdir ki, siz qeyd edəsiniz bunu. Bildirmək istəyirəm ki, Azərbaycan milli qəhrəmanı Çingiz Mustafayevin, həmçinin hərbi operator Seydağa Mövsümovun, eləcə də o dövrdə Səhər qəzetinin müxbiri Şamil Sabiroğlu'nun çəkdikləri fotolar, video lentlər, eyni zamanda hadisə şahidlərindən götürdükləri ifadələr Xocalı faciəsinin təkcə Azərbaycan siyasi elitasına və ictimaiyyətinə çatdırılmadı. Zaman keçdikdə bu hadisə, bu faktlar tarixləşdi və özdə bu bir rəqəmsal tarixin bir hissəsini təşkil etdi ki, bunlar bu gün də təkcə foto və video yaddaşlarda deyil, həmçinin əsərlərdə də öz əksini tapır. Məhz Çingiz Mustafayevin çəkdiyi video kadrlar Azərbaycan rəhbərliyini daha da silkələdi və göstərdi ki, xalqa ki, artıq ermənilər tərəfindən qətillərə, soyqırımlara məruz qalmış şəhərlər, rayonlar və qəsəbələr tamamilə müdafiəsizdir. Onlarla əlaqə yoxdur. Və bu bir siqnal idi ki, gələcəkdə daha böyük faciələrin baş verməsini artıq rəhbərliyə göstərirdi. Və yerli Azərbaycanlı foto müxbirlərlə və jurnalistlərlə yanaşı həmin dövrdə Dağlıq Qarabağ ərazisinə xarici jurnalistlər də ezam olunurdular. Böyük Britaniyadan, Rusiyadan, İngiltərədən və digər nüfuzlu Avropanın televiziya və qəzetlərinin nümayəndələri bu əraziyə gələrkən onlar burada çəkdikləri foto şəkillər və hadisələri görürdülər, əsərlərlə də görüşə bilirdilər və onlar bu barədə yazdıqları bu yazılar, məqalələr, şahid ifadələri Xocalı soyqırımının necə dəhşətli olmasını dünya ictimaiyyətinə çatdırdı və o dövrdə Azərbaycan rəhbərliyindəki baş vermiş bu cür dəyişikliklər həmin hadisələrin beynəlxalq hüquqa çatdırılmasının mane olurdu. Çünki artıq hadisənin özü belə Azərbaycan ictimaiyyətinə tam çatdırılmırdı. Bunun da əsas səbəbi o idi ki, hakimiyyətdə olan qüvvələr düşünürdülər ki, əhali arasında bir panika yarana bilər. Yəni əgər bu gün Xocalı faciəsi baş veribsə, sabah da digər şəhər və rayonlarımızda bu hadisə baş verə bilər. Amma Xocalıdan dərgin düşənlər, onların respublikanın müxtəlif bölgələrinə yayılması, həmçinin qəzetlərdə bu informasiyaların verilməsi senzuranın olduğuna baxmayaraq Azərbaycan xalqını daha da hiddətləndirdi. Hətta bu etirazların nəticəsində o dövrdə mövcud Azərbaycan hakimiyyətində bir dəyişiklik baş verdi və hakimiyyətdə olan qüvvələr özlərini, öz yerlərini, necə deyirlər, müxalif qüvvələrə verdilər və bu hadisələrin qarşısına alınmaması və yerli əhalinin digər çağırışlarına o qədər də məhəl qoyulmaması növbəti illərdə bizim ermənilər tərəfindən daha böyük faciələrə məruz qalmamıza səbəb oldu. Hətta bu gələcəkdə Azərbaycanda müharibə vəziyyətində əhalinin daim panika içərisində olması və qaçmasına səbəb oldu. Məsələn, bu da təbii başa düşülən idi, çünki silahsız əhali mühasirəyə alınaraq qətlə yetirilirdi. Amma bir haşiyədən kənara çıxam ki, biz istər 2016-cı ilin aprel döyüşləri, istər 2020-ci ilin Tovuz döyüşləri və eləcə də 44 günlük vətən müharibəsi zamanı bir nəfər də olsun Azərbaycanlının
öz durduğu yerdən tərpənmədiyini gördük. Əksinə onların cəbhəyə doğru getməsinin şahidi olduq. Bu iki fərqin əsas səbəbi o dövrdə hakimiyyətdə olanlarla xalqın birliyinin məhz düşmənə qarşı hədəflənməsi idi. Yəni artıq 1992-ci ildə Azərbaycan xalqında bir inamsızlıq və özünü müdafiə instinktinin olmaması vardı. Bu həm də bir qorxu fobiyası yaranmışdı. Necə ki Ermənistan keçmiş rəhbərliyi, hansı ki onlar Xocalı faciəsinin iştirakında birbaşa iştirak etmişlər. Bunlar Robert Koçaryan, Serj Sarkisyan idilər. Onlar Xocalı faciəsi üzərində özlərinə dırnaqarası qəhrəman imicini formalaşdıra bildilər ki, məhz bu hadisədə onların iştirakı onların gələcəkdə qondarma Dağlıq Qarabağ Respublikasına hakimiyyətə gəlməyinə və eyni zamanda hətta Ermənistanın, yəni rəsmi İrəvanda da hakimiyyətinə gəlməsinə gətirib çıxartdı və o dövrdə erməni cəmiyyəti və erməni elitası düşünürdü ki, məhz bunlar qəhrəmandırlar. Bunlar dənizdən dənizə böyük Ermənistan həyata keçirəcəklər. Çünki onlar artıq Ermənistandakı Azərbaycandan deportasiya ilə kifayətlənməyiblər. Digər planlarını həyata keçiriblər. Azərbaycan ərazisindəki Dağlıq Qarabağın müstəqil respublika olmasına, onun ərazisindəki Ermənistanla əlaqələrinə yol açan dəhlizə nəzarət, yəni bu bütövlükdə Ermənistanla Dağlıq Qarabağ Respublikasının bir vəhdət şəklində idarə olunmasına nail olacaqlar. Qısası demək olar ki, Xocalı faciəsində həyata keçirənlər, yəni ermənilər bunun üzərindən özlərinə bir siyasi karyer də qazandılar. Amma bunların bu siyasi karyerləri hərbi cinayət üzərində qurulmuşdu və bu bir hərbi xunta idi. Və o xuntanın üzvlərindən biri olan Serj Sarkisyan ifadələrində demişdi ki, Xocalı faciəsinə qədər Azərbaycan xalqı elə düşünürdü ki, biz dinc insanlara qarşı silahdan istifadə etməliyik. Bu bir stereotipi biz dağıtdıq. Əslində Azərbaycan xalqı ermənilərin dinc insanlara qarşı hərbi cinayətlərini çoxdan bilirdi. Bəlkə də tarixi unutqanlığımız və yaxud da bizim multikultural dəyərlərə malik olmağımız, ermənilərlə birgə yaşayışımızdan biz bu faciənin olacağını gözləmirdik. Amma bu hadisə daha böyük bir formatda baş verdi və bu Azərbaycan xalqını hiddətləndirdi. Amma hadisələrin axırı onu göstərdi ki, Azərbaycanda gələcəkdə bu hadisələrin böyük bir rezonansına səbəb oldu ki, bu da ölkədə həm siyasi hakimiyyətin dəyişməsinə səbəb oldu, həm yerli əhalinin daim panika içərisində müdafiəsiz qalmasına necə deyirlər, gətirib çıxardı. Mən təşəkkür edirəm bizə vaxt ayırdığınız üçün və Xocalı faciəsinin bizə tarixini bir daha xatırlatdığınız üçün çox sağ olun. Biz də sizə təşəkkür edirik. Xocalı faciəsinin yerli və dünya ictimaiyyətə çatdırılmasında Azərbaycan mediası o dövrdə olduğu kimi bu dövrdə də fəaldır və hər il olduğu kimi ənənəvi olaraq siz media mənsubları daim bunu işıqlandırırsınız və bu sahə ilə bağlı araşdırmaçıları da dəvət edirsiniz. Mən də bir vətəndaş olaraq sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Bizim qonağımız Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri, tarixçi Şəfa Mövsümov idi. Biz isə işimizi yekunlaşdırırıq. Sağ olun, salamat qalın.